YouTube'da mən Aygün Kazımovu izləmişik. Bir kəlmə, hansı ifadəni işlədən kimi qarşılıq veriblər. Aparıcılar, digərləri ki, Aygün Kazımova divadır. Onun bütün oxuduqları trenddir. Amma bu yaxınlarda YouTube'da belə sıralama var idi. Baxdım ki, o sıralamada Aygün Kazımovanın adı yoxdur. İstəyərdim olsun, niyə də olmasın, amma gördüm ki, o sıralamada Aygün Kazımovanın adı yoxdur. Kimlərin var idi? Mən şok yaşadım. Və bir verilişdə bizim çox gözəl tanıdığımız Asil Kərimov, o da belə açıq fikirlidir, fikirlərini gizlətmir, gəldi deyəndə. Verilişdə bir aparıcı belə Asil müəllimə belə məcburan həzm etdirmək istəyir ki, Aygün Kazımovanın bütün mahnıları trenddir. O da cavab verir ki, açıqlama verir. Milli Az bildirir ki, aparıcının xalq artisti Aygün Kazımovanın son səsləndirdiyi ifaların trendləri alt-üst etdiyini deməsi prodüseri özündən çıxarıb. Doğrudan da hansıdır ki, belə alt-üst Üzeyir Hacı Mehtizadədir, nə bilim Nəfəsdir, Damladır, Şəbnəm Tovuzludur. Sonra var da bir neçə nəfər. Özü fikir verirsiniz, sənətdə ən çox bu dəqiqə at oynadı. Qadınlarımız, qızlarımızdır. Kişilər tamam çəkilib kənara. Nədən qorxurlar? Niyə çəkilmişsiniz kənara? Pop divanın 5 il öncəki ifaları ilə indiki mahnılarını müqayisə edən Kərimov, Asif, sözü gedən musiqiləri sərt sənət adlandırmayıb. Deyib ki, yəni bu günlərdə, bu yaxınlarda, bu illərdə, bu son illərdə Aygün Kazımova elə bir mahnı oxumayıb ki, o trend olsun, sənət olsun. Mən demirəm, məşhur prodüser Asif Kərimov həm də xətrini çox sinəm Asif müəllim.